Azərbaycanda cinsi xəstəliyə tutulanlar sərt cəzalandırılacaq. Belə ki, Milli Məclisdən bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 38.4 və 38.5 maddələrinə dəyişikliklər edilməsi təklif olunub. Dəyişikliyə əsasən zöhrəvi xəstəliklərə və ya insanın immun çatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş və müayinəyə ehtiyacı olan şəxslərin səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da müayinədən boyun qaçırmasına görə 300 manatdan 600 manata qədər cərimələrin təyin edilməsi nəzərdə tutulur. Bundan başqa, zöhrəvi xəstəliyi olan şəxslər tərəfindən yoluxma mənbəyinin, habelə onlarla əlaqədə olub zöhrəvi xəstəliklərə yoluxma təhlükəsi yaradan şəxslərin adlarının gizlədilməsinə görə 400 manatdan 800 manata qədər cərimə tətbiq olunacaq. Maraqlıdır. Bəs görəsən əhalinin sözü gedən məsələ ilə bağlı cəzaların sərtləşdirilməsinə münasibəti necədir? Əlbəttə cəzalandırılmalıdır. Çünki cavanlar ibrət götürsün ondan. Xəstəliyi gətirib yaymaqdansa yaymamaq ondan yaxşıdır. Yaxşı haldır cəzalandırılmaqları. Cəzalansa yaxşı olar. Cəzalandırma ilə özü cəzalanıb da, ehtiyac yoxdur cəzaya. O özü cəzasını bilir. Qeyd edək ki, sözü gedən layihənin yaxın zamanlarda parlamentdə müzakirəyə çıxarılacağı gözlənilir. Sonda onu da bildirək ki, hazırda Azərbaycanda cinsi xəstəliklərə tutulan insanlara qarşı tətbiq olunan cərimə 100 manatdan 200 manata qədərdir. Ülviyə Qalib, Yusif Elmanoğlu, Vizyon TV.